Afət Fərmanqızı və Vəfa Şərifovadan danışmaq istəyirəm. Artıq biganə yanaşa bilmirəm bu mövzuya. İllərdir ifunət iyi verən və müharibə kimi kənardan görsənən bu oyunmu deyim, Afət xanım tərəfindən nə bilim gündəmdə qalmaq istəyəcək bir mövzumu deyim, bitmək bilmir ki. Qarabağ müharibəsi belə bitdi. Azərbaycanla Ermənistan sülh imzaladı. Baxmayaraq ki, biz minlərlə şəhid verdik. Çox böyük bir itkilər yaşadıq. Ona rəğmən sülhlə bitdi də yəni. Siz nə şəhid vermisiniz, nə bir itki yaşamısınız, bir kişi davası aparırsınız ay Afət xanım. Baxın, bayaq sizin bir canlınız qarşıma çıxdı. Bax, burada da tutuşdururam. Bax, həmin o canlıda da belə bir video çəkməmək üçün yazdım ki, bir dənə mən canlıya qoşun da. Orada sizə fikrimi bildirib bitirəcəydim də, çıxacaqdım canlıdan. Dəfələrlə yazdım. Bəlkə də oxudunuz, çünki oxudunuz, mən gördüm sizin verdiyiniz reaksiyadan. Amma ciddiyə almadınız. Ona görə mən belə bir video çəkirəm. Mən Vəfanın vəkili deyiləm, Vəfanın dostu deyiləm, sizin isə düşməniniz deyiləm. Artıq o rəylərdə sizə yazılan kommentləri belə görüb başa düşürəm ki, insanlar bezib sizin danışdıqlarınızdan, dediklərinizdən, başqasının balasına bic deməyinizdən iyrəniblər artıq. Mən də bir ana olaraq, bir qadın olaraq ona görə susmaq istəmirəm. Baxın, bax deyirsiniz bicdoğan. Və siz kimsiz? Siz nəyə görə deyirəm? Başqasının balasına bic deyən, günahsız körpələrə elə bir çirkin söz ünvanlayan, bic sözündən bəhs edirəm. Ünvanlayan bir qadın kimdir? Mənə çox maraqlıdır. Siz Allah qatında necə bir bəndə olursunuz? Başqasının balasına elə bir söz deyəndə. Mən kimisə balasına bic demərəm həyatım boyu. Həyatım boyu. Çünki mən bir anayam və balam təhqir olunsa, məni necə yandırarsa, empati qrup başqasının balasına o sözü demərəm. Lap deyək ki, sizin kimi deyənlər məsəl üçün haqlıdır. Lap deyək ki də, amma sizə niyə dərd olub? Niyə dərd olub? Bax, dəfələrlə canlıda demişsiniz ki, yandıran nədir də sizi? Bax, onu bilmək istəyirəm. Canlılarınızda dəfələrlə demişsiniz, o kayıtlar mənim qabağıma çıxıb ki, içkili halından istifadə edib doğdu bicini. Yaxşı, bax, deyək ki, var da, bax, sizin dediyiniz kimi qadınlar var. Bir dəfə doğarsan da o uşağı, sizin dediyiniz variantla, kişinin içkiliyindən istifadə edib. Bəs ikinci uşaq, bu kişi tupoydu mu? Bu kişi axmaqdı mı? Yox, o kişi sevib o qızı. Sevib və ona 2 övlad bəxş edib. Sizin de inandığınız dini kəbin yoluyla. Ona göre o kız ona ərim deyib. Axı siz de bir verilişdə demişdiniz ki, mən uzaqsız dini kəbinim var. Allah qatında kəsilən kəbinə mən daha çox inanıram. Siz demişsiniz. Yəni o videoları bura yükləməyim də, istəmirəm. Yəni mənim ona vaxtım yoxdur, axtarım tapım. Görmüşəm də, kör də deyiləm, kar da deyiləm və mənə gəlir ki, hər kəs də görüb onu. Yəni bu sözü deyən də sizsiniz də. Bu qız da dini kəbin kəsdirib və mən düşündüyüm qədərilə özünün də verdiyi müsahibədə dediyi kimi o qızın deyir ki, mən ailə dağıtmamışam. Mən o insanla birlikdə olanda onun zaten geçmiş ailəsinin zaksı pozulmuşdu. Demək ki, o ailə dağıdan birisi deyil. Nikah, dövlət nikahı qıymadan birisindən də uşaq doğubsa, Allah qatında kəsilən dini kəbini kəsdirmiş halda o uşaqlar biç sayılmır. Bax, bunu da deyim sizə. O uşaqlar biç sayılmır. Mənim üçün də birinci növbədə dövlət kəbini yox, Allahın qarşısında, Allah qatında kəsilən kəbindir. Halal sayılır o uşaqlar, bic yox, halal. Ona görə də birisinin uşağını belə təhqir etməyin, artıq bəs verin. Siz bir anasınız, siz axı öz oğlunun toyuna, keçmiş yoldaşını, yəni oğlunun atasını, öz təzə xanımıyla öz oğlunun toyuna dəvət edəcək qədər geniş ürəkli bir qadınsınız axı. Siz axı elə bir ədalətli bir qadınsınız. Həyata gözəl bir prizmadan baxan. Necə olur ki, siz bir qadının özünüz kimi, həmcinsinizin övladına ana olduğunuz təqdirdə bic deyirsiniz. Bəsdirin də, bax ona görə dillənirəm artıq. Müharibə eləyək. Bax, lap deyək ki, mənim bu videom sizin xoşunuza gəlməyəcək. Gəlin, mənə cavab verin, məni tənqid edin. Lap deyək ki, əsəbinizə yenilərsiniz, tutalım, məni təhqir edirsiniz. Mən sizi təhqir edəcəm. Sizin balanızın yox bu arada. Sizin balanızın nə günahı var? Və yaxud sizin qardaşınızın nə günahı var? Nə günahı var da siz artıq əski o qızın qardaşına sözlər ünvanlayırsınız. Onları da görmüşəm. Dəfələrlə anasını, ölmüş anasını təhqir etdiyinizdə görmüşəm. Bəsdirin də, günah deyil. Allahdan qorxmursunuz siz. Siz axı çox savadlı qadınsınız. Sizin nitqiniz, danışığınız çox gözəldir. Amma bir tək Vəfadan danışmayasınız da. O ağzınızı açanda mən belə ötüb keçmişəm həmişə. Siz axı savadınızla öyünən, lovğalanan, nəslinizin, kökünüzün nə qədər ziyalı bir nəsil kök olduğundan danışan bir insansınız. Mən sizi çox gözəl tanıyıram bu arada. Amma bir tek Nəsiminin qəzəli ilə tanımışam. Onu ifa etməyinizlə, gündəmə gəlməyinizlə tanımışam. Bir çox insan bəyənmədi, tənqid etdi ki, o qəzəli niyə o günə qoymusunuz. Şəxsən mən dinləyəndə mənim xoşuma gəlirdi. Amma ki, Vəfa xanımla davanızdan öncə də Flora Kərimova, Karifey ilə olan qırğınınızı görmüşəm. Orada da demişdiniz ki, mən dediyim hər sözə görə sözümü geri götürsəm, mən it qızı olaram. Fərman qızı yox,
Sonra canlı efirin birinde çok güzel bir addım attınız ha bu arada. Üzr istədiniz Flora Kərimovadan. Yaşına göre yəqin ki doğrudan peşmançılıq hissi keçirdiniz. Hətta oğlunuzun toyuna belə dəvət etdiniz. Axı siz ondan önce dediniz ki, mən üzr istəsəm it qızı olaram. Niye bu sözü deyirsiniz ve sonra üzr istəyirsiniz? Axı deməli buradan belə bir nəticəyə gəlirik. Deməli özünüzdə etdiyiniz emosional çıxışlarınızdan peşman olan və bəzən dozasını qaçırdığınızı gözəl anlayan bilirsiniz. Çünki ağıllı qadınsınız əslində. Sadəcə düşmənçiliyinizi kişi qızı kimi aparmırsınız, gözəl aparmırsınız. Kənardan bax o bayaq canlını da izləyəndə gördüm. İnsanlar %90% insanlar sizi təhqir ünvanlayır. Mən şəxsən sizin qadınlığınızı belə yaraşdırmıram ki, o təhqirlər sizə ünvanlansın da. Yəni həqiqətən deyirəm. Çünki mən sizin ümumi Azərbaycanı aşağıladığınızı görməmişəm. Məsələn mən bugünkü gündə Səidə ilə, Bəkir qızı ilə qırğındayam. Ama niye? Çünkü ümumi məcburi köçkünləri təhqir etmiş bir varlıqdır o. Mən şəxsən elə birisinə hörmət etmirəm də. Bütün Azərbaycan kişilərinə fahişə deyib sonra danıb bəzi kişilər demişəm ki, sən yenə də qələt eləmirsən adama deyərlər məsəl üçün. Bax belə insanlara qarşıyam. Amma sizin ağzınızdan o sözü eşitməmişəm. Birisi ilə də qırğını eləyirsinizsə, onu kənardan çirkin görünən formada etməyin də. İnsanları bezdirmədən edin. Bir dəfə, iki dəfə sözünüzü bitirin də. Bu famillə böyük bir dərd olub, bu nə bəla olub. Famil sizi nəyinə yandırıb görəsən? Vallahi kənardan bax mən elə düşünürəm ki, famil yəqin ki, vaxtında sizə ümid verib atıb sizi. Acıqlı qalmısınız ki, niyə dəfanı seçdin, məni seçmədin? Vallahi inanın ki, belə düşünürəm. Bəlkə də yanılıram. Yəni kənardan müşahidə etdiyim qədərilə belə bir nəticəyə gəlirəm. Və yaxud nə bilim, bəlkə dəfə sizin çörəyinizə bayız çıxıb, mahnı davası eləyirsiniz. Valla bu mahnı davası değil. Mahnı söhbətinə görə insan balasına bic deməz. Siz sabah cavab verəcəksiniz o dünyada Allaha. İnanırsınızsa tabii ki. Yox, inanmırsınızsa da yəqin ki ona görə də özünüzü Allah yolunda buraxmısınız da. Amma mən yaraşdırmıram sizə. Eləməyin bunu. Bitirin artıq. Allah haqqı ayıbdır. Cəmaət bezib sizin əlinizdən. Vallahi də bezib. Mən bir də deyirəm, mən bu videonu çəkməzdim. Əsla. Həyatım boyu. Mən bu arada bilirəm ki, siz görmüşəm dəfələrlə. Mən bəzi videolarımı like belə qoymuş bir insansınız. Deməli, haradasa mənim fikirlərimi, dürüstcə yanaşmamı, hansısa bir mövzuyu bəyənmişsiniz. Nə xoş mənim alıma. Deməli, mənim indi dediyim sözləri də düzgün formada anlayacaqsınız. Baxın, sadəcə əlinizi qoyun vicdanınıza. Bilmirəm, o vicdan sizin buranızdadır, yoxsa vicdan sizin buranızdadır. Beyni nəzərdə tuturam. Ora qoyun, hansı daha güclü olsa da, elə düşünün. O yöndən dəyərləndirin ki, görün mən bu qızla kişi qızı kimi aparıram müharibəmi, yoxsa yox. Çünki vəfa, inanın, ona görə günü-gündən ucalır, yüksəlir ki, o sizə həmişə cavab verəndə xanım kimi, xanım xatanlığını qoruyaraq cavab verir. Amma sizin inciməyin sözümdən etdiyiniz kənardan Allahımıza and olsun, çox belə hayasızcasına görsənir. Nə olar etməyin, ay Ayfət xanım? Bəsdirin, bitirin, heç olmasa insanlara hörmət qoyun. Mən nə olar deyəndə də, yenə deyirəm, bir qadın olaraq sizə müraciət edirəm. Bir ana olaraq ki, o uşaqlara dəyməyin artıq. O qızın qardaşına, ölmüş anasına dəyməyin artıq. Bəsdirin də, buraxın. Yəni, o mənada deyirəm. İnsanları bezdirməyin, yormayın. Bu cəmaət platformalara girib, nə bilim, belə vərəqləməsin də, fırlatmasın sizin videolarınızı, səsinizi görüb eşitdikcə. Xahiş edirəm.